Salam kanalımıza və yeni vlogumuza xoş gəldiniz. Necəsiniz? İnşallah qəlbinə çox yaxşısınız. Çoxdan da yox idim, vlog çəkə bilmirdim. Ona görə Amirlə açmışam ki, Amirin şirinliyinə baxıb məni biraz şeyləndi. Topa tutmayasınız ki, niyə video çəkmirdi. Deməli, biraz başlarımız qarışıq idi doğrudan. Noyabr ayı bizim gün biraz çox çətin keçdi. Uşaqlar xəstələndi, qaynatamın səhhətinə bəzi problemlər oldu. Ona görə evdə oldu, xəstəxanaya gedib gəldilər, elədilər. Mən biraz, necə deyərlər, vlog çəkməyə, editləməyə vaxtım yox idi. Əslində editləməyə aid 2-3 videom vardı, amma vaxt tapıb onların heç birini editləyə bilmədim. İnşallah indi bir-iki günə editləyib paylaşacağım. Amir artıq 6 ayın içindədir xalalar. Özü oturur, yemək yeyir, əlavə qidalara keçmişik, kaşaya keçmişik, meyvə pürələrinə keçmişik. Hə, Amir? Hə, Amir? Amir özündən getdi. Hə. Amir belə oturur. Oturmaz amma özü otura bilir. Otur. Baxın, özü oturur. Amma dəstəkli oturur. Çox qoymuram özü otursun, amma dəstəkli də oturur, özü də otura bilir. Hə, belə xanımlar, bugün sonra evdə bir-iki dəyişikliklər eləmişik. Biraz çox dəyişikliklər eləmişik. Sonra təzə-təzə şeylər almışıq evimiz üçün. İndi bugün də onları sizə göstərəcəm. Bir də evləri yığışdıracağım. Bugün yolka quracağıq. İsmail axır ki, yolka dedi, beynimə şişirtdi. Axır ki, bugün o yolkanı bugün qurmaq istəyirəm. Dedim, qoy evləri təmizləyim, qəşəng. İsmail bu oyuncağın aralıqdan yığım, yolkanı çıxardım. Ondan sonra yolka ilə oynayacaq, mən bilirəm ki. Belə xanımlar. Belə. İndi görək. Neyləsim çəkərəm. Bir də aldığımız təzə şeylər var. Onları sizlə paylaşaram. Bu aralar doğrudan çox sevinirəm, çox xoşbəxtəm. Çünki evdə o qədər çox iş görmürəm. İnşallah indi keçək videomuza. İlk öncə bu qonaq otağında olan paltar yuyan maşından danışmaq istəyirəm. Paltar yuyan maşınımız xarab oldu, işləmədi. Və bizə təzə paltar yuyan maşını aldıq. Bunu da gətirmiş qoymuşuq bura. İsmailin oyuncaqları ona fikir verməyin. İndi yığışdıracağım. Hə, çünki bu usta gözləyir ki, indi usta gəlsin, onu düzəltsin. Bunu qoyacağıq hamama. Çünki yoldaşımın iş paltarları çox bərbad günündə gəlir. Hər gün onları yuyuruq. Elə burada yuyarıq ki, təzə maşına salmayaq onları. Elə onun paltarları bu maşını bu günə qoydu məncə. Belə keçək indi mətbəxdəki dəyişikliklərə. Dadam! Buyurun. Özümüzə bir paltar yuyan, bir dənə də qab yuyan aldıq sonunda. Sonunda bu qab yuyan mənə çox lazım idi, çox gərəng idi. Bu cümə endirimlərində qab yuyan düşmüşdü 600 manata, 599 qəpiyə. Mən də heç almaq istəmirdim. Sonra bibimgil aldı, jalegil aldılar. Mənə dedilər ki, get sən də al. Yəni mən istəmirdim. Yenə də bibim ürəyə dözmədi. Bibimin kartı var idi, elə Cəmlə bibimin. Ondan getdik, götürdük. 18 aya 34 manat ödəyəcəyik. Az məbləğdir, yəni 18 aya məncə gözdə görünməyəcək 600 manat. Sonra onu gətirdik, quraşdırdıq. Səhərsi gün paltar yuyanımız işləmədi. Ayda, onun hər də şey qoyur, yazıq paltar yuyan özün qab yuyan maşına elə bir ki, utandı onun yanındakı, bu təzədir, mən köhnəyəm. Ona görə mən xarab oluram. Doğrudan, həmin gün maşınımız yatdı da. Düzdür, biraz yuyanda biraz səs çıxardırdı. Amma həmin gün heç işləmədi, dayandı. Sonra qaynatam sağ olsun, getdi o maşını aldı. Onu da endirimdən aldıq. 600 evcidir, amma 600 o da bu cümə endirimlərində düşmüşdü. 649 manat, 650 manat başlayacağım. Onu da hissəli götürdü. İndi ay-bay onları da ödəyəcəyik. Ona görə biraz buralar, bu aralar biraz asxotdayıq. Amma eyb olmaz. Çox əlimizdən tutur. Qab yuyan daşı. Mənim artıq evdə işim demək olar yoxdur. Saatlarımı bilirsiniz ki, qab yumağın başını keçirirdim. Qab yuyurdum, yığırdım orada təzədən silib yığırdım yerinə. Amma indi elə deyil. Gün ərzində
yığırıq maşına. Axşam da bir dəfə qoşuruq, səhərdə. Axşam yığmaq istəyirəm əslində, amma tam qurutmur. Biraz sulu qalır. Ona görə saxlayıram. İndi səhər tezdən durub İsmail apardım, qoydum bağçaya. İndi gəldim, indi evləri yığışdıranda gedəcəm, onları yığacam, yerinə başlayacam mətbəximizi təzədən yığışdırıb o qabları oraya yığmağa. Belə. Və bir dənə də bir şey almışıq, onu da göstərmək istəyirəm. Bir də Amir üçün belə beşiyi aldıq. Kravat aldıq. Əslində mən İsmailin yeri buradır, Amir də burada yatır. Əslində mən istəyirdim ki 2 mərtəbə olsun, yer az tutsun, amma çox xanım mənə yazdı ki 2 mərtəbə alma, 2 mərtəbə peşmançılıqdır. 2 mərtəbə peşmançılıqdır, çünki uşaq 2-ci mərtəbədə yatmaq istəməyəcək. Sonra mən də fikirləşdim ki, Amir də həm balacadır, İsmail də balacadır, həm də İsmail onu vurmaq istəyir. Elə beşiklərdə qabağı bağlısı yoxdur. Minimum yarı kimiyə bağlıydı. Yarı hissəyə kimi. Ona görə dedim, həm Amir birazdan əl-ayaq açanda durub oradan düşə bilər, yıxıla bilər. Həm də İsmail onu vuracaq, dəqiqədə bir gəlib yerinə girəcək. Belə amma beşiyə girib girə bilmir də. Biraz gec uzun olur onun beşinə çıxmağı. Ona görə elə dedi, ən yaxşı balaca bir beşiyə alaq. Balacalardan aldıq, yekədə zaten yerimiz yoxdur. İnşallah görək də, inşallah biz deyən olmasın, Allah deyən olsun. İnşallah bizim də böyük evə köçmə şansımız olar. Ora köçərik inşallah. Onda başqa kravat alarıq bəbələrə. Hələlik zaten 6 yaşına kimi bu beşi Amir idarə edəcək. İsmailin də beşi hardasa 7-8 yaşına kimi böyükdür. Çünki o Amir'inkindən böyükdür. 7-8 yaşa kimi gedir. İnşallah o başqa evə köçüb başqa kravat alarıq. Amir. Belə. İndi durum evləri yığışdırım, sizə mənə baxın. Eltimdən şey almışam. Divan sütü təmizləyəni. Bugün divan sütü təmizləmək istəyirəm. Saat 10 tamamda Amir'e karşı verəcəm. Ona kimi biraz aralığa götürüb, sonra Amir'i yedizdim, yatsım, sonra divan üstünü başlayıram təmizləməyə. Belə, keçək indi videomuza. Xanımlar, oyuncaqlar falan yığdım, evlər tozsuranladım evi. Daha doğrusu otağı. İndi birazdan divan üstüne yedim, ona göre yığmadım. Bir tane Amir'e yemek vereyim. Amir artık acık. Geldi. Ona da böyle karşı hazırladım. İndi vereceğim, yesin yatsın. O ben de işlerimi görürüm. Böyle. Yedek vardı. Yani üstü başım bulardı. İndi bunu tez söyleyeyim. Yüzüm falan temizleyeyim, sonra yatmağa yatacağım.
2 dənə divandan bu qədər çıxartdı. İnanırsınız. Mən hələ hər dəfə silməyimə rağmen bu qədər kir çıxdı. Azdı amma tam sulamadım da. Çünki divanın qış aydı. Ona görə çıxartdığı qədər bu çıxdı. Belə xanımlar. Bunu belə qoyduq ki, divan biraz nəmdir. Götürsün nəmin. Bir də İsmail yerə dünən şokolad falan sürtmüşdü. Bu var. Bu çox qəşəngdir. Bu tam vururam o ləkəli yerlərə. Üstünə nədən bundan keçirəm. Heç bir ləkəsi falan qalmır da. Baxın. Görə bəyaz çəkərdim əvvəl sonra. Burada bu orada şokolad ləkəsi vardı. Qaynatamın ad günüydü. O gün qaynanam ona tort vermişdi. Tortu elə bir yerdə yemişdi. İsmail yaxmışdı bütün yerə. Onu təmizlədim. Qəşəng bir dənə də şutkaladım. Bütün saçsı falan, tük falan hamısını götürdüm. Buraya işim bitdi. Bir dənə qaldı divanlar qurusun. Onların üstlərini qoyacağım. Bir də başlayacağım ev otağı bəzəyəcəm. İsmail gəldi yolkanı quraraq. Bəzəməyə imkan verməyəcək. Ona görə deyirəm yolkanı quraram. Bir də ertəciyim Amirə yeni il hədiyyəsi bunu alıb. İsmailə də bir dənə labubu alıb. İsmail çoxdan labubu istəyirdi. Telefonda falan görürdü. Mən almırdım. Elə deyirdi alarsan. Matı da bildi ki istəyir. Ona görə labubu aldım İsmailə. Nə qorxuludur. İsmail də belə oynadı. Bir də belə bir şey almışdı yeni ilə. Sağ olsun İsmail şükür eləyib. İndi bunu saxlayıram ki düzəldərəm. İstikliyinə falan düzəldərəm. Heyifdir. O qədər pul verib alıb. Burası da cibimdeydi dəncə. Burasınındır. İsmail onu da qırdı. Belə. İndi aparım bu oyuncaqları atım yuyulsun. Mağazində falan Amirə bundan yatıstıracağım. Belə maşınımız da elcidir. Belə qəşəngdir əslində o birisine baxanda. Bunların hamısını atar yuyulsun. Amir bunlarla oynayır tez-tez. Bir də İsmail'in türküsü. Bunları atar yuyulsun. Bir də özümə planşet almışam. İşbə falan baxmaq üçün, iş görəndə. Künəyə falan baxıram. Bu telefonu işlətməyəcəm, ancaq video üçün işlədəcəm. Bir də bunun üstünü, indi bilməm soruşacaqsınız. Deməli, bu bizim mebel balacaydı. Bilirsiniz ki, bura kimi gəlirdi. Bunun da üstünü qoymuşuq burada. Yəni, bu balacaydı. Bu ikisi gəldi deyə bura uzandı və hələ buradan da nə qədər çıxdı da, bu qədər. Onun üçün hələlik belədir. Sonra deməyin ki, niyə elədir. İndi inşallah biraz bunların aylarından ödəyək. İnşallah bunu da üstün belə ustaçağı uzatmaq istəyirik. Paşlı bunun hamısını dəyişmək istəyirik. Bu rakvinanı bir dənə qoydurmaq istəyirik. Yəni bir dənə rakvina olsun. Bu mebelçimiz sağ olsun bizi nə fikirlə belə bir şey edir, heç bilmirik biz də. Onun üçün indi bunu bir də oranı belə
dəyişmək 250 manatdır. Onun üçün indi dedik biraz bunların aylığından ödəyək, daha sonra bunun üstlərində düzəldərik. Yazacaq bəzi şeylər ki, yox pis görsənir falan filan, eyb olmaz. Gec olsun amma güc olmasın inşallah. Mən heç vaxt heç nəyə tələsməmişəm ki, yox sırazı bu belə olmalıdır, sırazı. Yəni hər şey yavaş-yavaş irəliyir. İnşallah onun da üzərini düzəldərik. Buranı da bir-iki belə buranı başqa cür eləmək istəyirik. Bir-iki plan var ağlımızda. İnşallah Allah nəsib eləyərsə onun planını da real həyata çevirərik. Amma hələ ki belədir. Yəni əlimizdən gəldiyi qədər eləməyə çalışırıq. Niyə 2 dənə deyə soruşsanız, bu üzəri biraz belə şey kimidir. Plyonka kimidir. O qaz onu yandırır. Onun üçün altına belə bir şey qoydu qaynanam ki, o çox tam qaza eləməsin, qaz onu yandırmasın. Onun üçün. İnşallah tez bir zamanda onu da düzəldərik. Amma hələ ki belədir. Tutardım. Tez qabları yığıram yerə, onları da oraya yığıram. Bir dənə buranı yığışdırıram. Bir dənə qazan var orada. Axşam yoldaşım yumurta pişirib özünə yeyib. Qazanın anasını ağladım. Bir dənə o qazanı əlimdə yuyacam. Elə bir maşın artıq bir 10 gün olar bizə gəlib. Qab yuyan maşın. Amma paltar yuyan çox gec gəldi, inanırsınız. Təzəyyətcən gəlib, 2-3 gün olar gəlib. Qab yuyan maşınımız gələndən bir dəfə də əlimdə çox qab yumamışam. İndi 3-4 dənə stəkan falan yuyuram ki, məsəl üçün çox şey olmasın, oraya yığmayaq. Gün ərzində işlədirik, zaten yığırıq ora. Belə, bir dənə də yeri pis sos deyim, belə qutardıq. Onu da ağzıma açıq qoydum. Dedim qoy suyu çəkilsin, geçək. İsmail imkan vermir. Keçən oldu maşınızda İsmail yaman qoymadı ağzı açıq qalsın. Bunu da gəlir qapısını bağlı edirlər. Bebələrimin oyuncaqları da yürüdü. Onlar da astım, onlar da qurusunlar. Belə. Mətbəximiz də hazır buranda. Pisuzladım hamamda. Tuvalete yığışdırdım, hamam qaldı. Buranda qaynanam yığışdırdım. Onlar qulaq qurusun. İndi bir dənə servant falan yığışdırdı. Əl gəzdirdi, tam gedim otağımı yığışdırım. Amir bəyimiz də durdu. Amir, sən durdun, nereye? Ama paltarlarını giyindim, paltarlarını burada. Pist. Pist. Titi. Titi. Gelirim otağımı yığışdırmağa, Amir durdu. Onun üçün yarım banan, yarım alma, yarım da armud çəkdim. Amir bir dənə çəkdim. Balaca armud duydum onun üçün. İndi aparaq onu yedizdirək. Sonra qaldığım yerdə davam edərik. Laxanlar, yolkan şeşilərini çıxartdaq. Yolkan qurumayacam, İsmail gözləyəcəm, amma evi başlayacam bəzəməyə. Çünki İsmail imkan verməz. Belə işıqlarım var, pərdə işıqlarım var. Keçən il Temudan nə qədər şey almışdım süfrə üçün. Onları falan qoyarıq. Bunlar bağış üzlüklərdir. Bunları da keçirərik. Geçək. Başlayaq.
Belə hamı bəzədim. Balşüzlərini taxdım. Orada işıqlarımızı, yolkamızı da İsmail'lə bir yerdə qurduq. Belə altında da belə şeylər bunu eltim almışdı. Bunu neçə illərdir bizdədir. Belə. Anı da burada. Belə qərarım var. İndi inşallah sabah Sumqayıta gedəcəm bəlkə. Onda şey alacağım belə alacağım ki yuxarıdan asaq. Belə xanımlar, axşam yeməklərimizi də yedik. Qaynanam belə kartof, bir də kotlet pişirmişdi. Bir də günortada lobya sup eləmişdik. Ondan biraz yedik. İndi bir dənə bu qabları qaldı, bir dənə maşına yerləşdirmə. Bunları yığım maşına. Belə xanımlar yığdım, belə. Burada stəkanları, nə bilim, kasalar falan. Burada qazanlar, onları yığdım. Buraları yığışdırım, stolunu falan silim, qutardım. Belə xanımlar yığışdırdım, qəşəng. Çaydan falan üstünü sildim. Qazın da üzərini sildim. Bu da burada yuyur hələ ki. Bir dənə yeri pil soslamaq qaldı. Bayaq pil soslamışdım. İsmail əlinə gələn hər şey tökdü, ona görə ki. Burada da biraz paltar falan var. Qışda yeni başlamış içəri sərməyə. İsmail oraları söküb dağıtmaqla məşğuldur. Başqa heç bir şey. İndi Amirin yatmaq vaxtıdır. Artıq 9-a qalır. Gedim Amiri yatsıdırım. Sonra da gəlim İsmail yatsıdırım. Biraz da mən dincəlim. Amirin də paltarını dəyişdirdim. Geyindirdim yatmaq paltarını. Bunlar da saçım yuyulmağa. Bunlar çürür. İndi yatağım. Yatmaq vaxtıdır. Ona işləyir öyle. Amiri yatsıdırım. Sonra da gelim İsmail'i geyindirim. Yatsıdırım. Mənə xanım, bugün tezdən durdum, İsmail'i apardım, baxçı oradan getdim bazara, evi bəzəmək üçün bir şey aldım, belə zərrər aldım, evdə bizdə bu qarlardan var, göydən asacağım, bir də qırmızı, bir də yaşıl şal istədim, bunun üstü bəzəksi yox idi, amma bu rəngdə istədim, tapmadım, ona görə məcbur bundan aldım, bir də İsmail'e baxçadan Şaxta baba olacaq balam, onun üçün paltar aldım, Şaxta baba paltarı belə, şalvarı. Məncə bu balaca olacaq başına. Papağı çox balacadır. Nəsə belə bir dənə paltar aldım. 10 manat aldım bunu. Bunu da 1.50 qəpiyə aldım. Şarını da 1.10 qəpiyə aldım. Belə xanımlar, şarları da belə astıq göydən. Belə qarar var idi. Keçən aytac almışdı. Bunları da belə astım. Əslində mən bu şarı üstü yazısız istəyirdim, amma heç yerdə tapmadım. Üstü yazısız, ancaq yazılı olan var idi, başqa yox idi. Nəsə belə. Qəşəng alındı biraz. Amir burada yatır. Burada İsmail Şaxta babasını qoymuşam bura ki, gələndə onu geyindirəcəm ona. Belə. Belə qəşəng alındı. O da benim Şaxta babamız. Aslında mənim belə şeylərlə doğrudan çox marağım yoxdur. Keçən il heç yox idi. Amma bu il Amirə, İsmail üçün istədim bəzəyim evi, qəşəng. İsmail indi keçən bəzəmişdik, heç yadında deyil heç nə. Amma indi başa düşür, yolka istəyir, Şaxta baba deyir. Yəni belə bağçada da onlar şeir falan öyrənirlər deyə. Onun üçün daha maraqlıdır. Ona görə belə istədim bəzəyim. Həm də Amirin də ilk yeni idi. Amir burada yatır. Onun üçün belə qəşəng. Bunu da bağlayaq. Dəyişdi otan havası. Belə xanımlar, videomuzda bura kimi gedirəm İsmail'i gətirəm. Videonu dedim yekunlaşdırım. Məni bura qədər izlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. İnşallah bu videomu da sevərək və bəyənərək izləyirsiniz. Bəyənirsə bəyənməyi, yorum yazmağı və ən əsas abunə olmağı unutmayın. Siz abunə olun ki, videomu bəyənin ki, mən də həvəslərim çox tez çəkim vlogları.
Həvəsdən düşürəm, sonra çəkə bilmirəm. Çəkmək istəmirəm. Jones izlənmir yaxşı.